Salam, gəlin bu günlərim sizinlə Azərbaycanda təhsil mövzusunda danışaq. Albaniya dövləti dövründə, Padşah Asoginin dövründən 424-444-cü ildə biz artıq görürük ki, dini məktəblər açılır və uşaqlar təhsilə cəlb olunurlar. Ərəb işğalları dövründən 7-ci əsrdən ta 19-cu yüzilin birinci yarısına kimi Azərbaycan ərazisində mollaxana və mədrəsələrin fəaliyyət göstərdiyini görürük. 13-cü 14-cü yüzilliklərdə Hülakü hökmdarı Qazan xanın vəziri, tarixçisi, həm də təbib olan Fəzlullah Rəşidəddin tərəfindən Təbrizdə Rəbi Rəşidi mədrəsəsinin açıldığını izləyirik. 1828-ci il Türkmənçay müqaviləsi ilə Azərbaycan ərazisinin şimal və cənub ərazilərinə parçalandıqdan sonra təhsilin də ayrılıqda inkişaf etdiyini izləyirik. 1828-ci ildə Tiflisdə Əmanətlər məktəbi fəaliyyət göstərməyə başlayır. 1829-cu ildə Cənubi Qafqaz məktəbləri haqqında əsasnaməyə əsasən 1830-cu ildə ilk Şuşada, sonra isə İrəvanda ilk ibtidai qəza məktəbləri fəaliyyət göstərməyə başlayır ki, bununla da Azərbaycanda Avropa tipli ilk məktəblər fəaliyyət göstərir və burada tədris Azərbaycan dilində icbari şəkildə idi. 1849-cu ildə Çar Rusiyasına xidmət edəcək ruhani təbəqəsinin yetişdirilməsi üçün Şuşada, Gəncədə, Şamaxıda, Bakıda ruhani məktəbləri açılır. 1865-ci ildə isə Bakıda gimnaziya tipli ilk orta məktəb fəaliyyət göstərməyə başlayır. 1869-cu ildə Təbrizdə Mədrəsə-i Nasiri adlı məktəb fəaliyyət göstərməyə başlayır və eyni ildə 1869-cu ildə Seyid Əzim Şirvaninin təşəbbüsü ilə Şamaxıda Üsul-i Cədid adlı ilk məktəb fəaliyyət göstərməyə başlayır. Bu Üsul-i Cədid məktəbinin digər məktəblərdən fərqi ondaydı ki, ilk dəfə elmi biliklər ana dilində tədris olunurdu. Şagirdlərə cismani cəza verilməsi qadağan idi, onlarla xoş münasibət göstərilirdi və ən əsası da əzbərə deyil, şuurlu mənimsəmə üsulu tətbiq edilirdi. Quran oxunması heca ilə yox, heca üsuluna, səs üsula keçilmişdir. Və qeyd edim ki, Seyid Əzim Şirvaninin Üsul-i Cədid məktəbi əsasında Mir Mövsüm Nəvab Şuşada, Məmməd Tağı Siddiqi Naxçıvanda, Mirzə Həsən Rüşdi isə İrəvan və Təbrizdə bu tip məktəblər açır. Və əlavə olaraq da qeyd edim ki, Rüşdiyyə vətən dili dərsliyini 1905-ci ildə yazır. 1972-ci ildə məktəb əsasnaməsinə əsasən 1830-cu ildən yaradılan qəza məktəbləri 6 illik pullu şəhər məktəblərinə çevrilir. 1874-cü ildə isə ibtidai məktəb əsasnaməsinə əsasən kənd əhalisi üçün məktəblər açılır və tədricən olaraq xalq məktəbləri adlandırılır. Hansı ki, burada tədris rus dilində keçirilirdi və həmin məktəblərin xərclərinin ödənilməsi isə kənd cəmiyyətləri tərəfindən həyata keçirilirdi. 1874-cü ildə Bakıda ilk qadın gimnaziyası fəaliyyət göstərməyə başlayır və bununla da qızlar da orta təhsilə cəlb olunurlar. Ödənişli idi və universitetlərə qəbul olmaq üçün həmin o gimnaziyanı bitirmək şərt idi. 1876-cı ildə müəllim kadrının yetişdirilməsi üçün Tiflisdə Qori müəllimlər seminarisi fəaliyyət göstərməyə başlayır. 1877-ci ildə Təbrizdə Dövlət Mədrəsəsi, Təbriz Darülfünü təsis edilir. 1878-ci ildə isə Urmiyada ali tip məktəbi fəaliyyət göstərməyə başlayır. 1879-cu ildə mollaxana təhsil görmüş Mirzə Fətəli Axundzadə və Çernyavskinin təşəbbüsü ilə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi fəaliyyət göstərməyə başlayır. Və qeyd edim ki, Çernyavskidə Rüşdiyyə kimi 1882-ci ildə vətən dili dərsliyini yazmışdı. 1881-ci ildə İrəvanda müəllimlər seminariyası fəaliyyət göstərir və bununla da Azərbaycanda təhsilin inkişafının sonrakı mərhələsində böyük rol oynamışdı. 1887-ci ildə isə Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadənin təşəbbüsü ilə Bakıda Rus-Tatar-Azərbaycan məktəbi fəaliyyət göstərməyə başlayır. Burada məqsəd Azərbaycanlı şagirdləri orta məktəbə hazırlamaq idi. Belə deyək, ilk kursların əsası qoyuldu. Və qeyd edim ki, burada birinci tədris ilinin Azərbaycan dili icbari idi. 1894-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk Azərbaycan qiraətxanası, yəni kitabxanası fəaliyyət göstərməyə başlayır. 1901-ci ildə Milyonçu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda qız məktəbi açılır və bununla da Azərbaycanda qız məktəbinin açılmasının əsası qoyulur. Qeyd edim ki, qız məktəbinin binasını həmin dövrdə Bakının baş memarı olan İosif Koslavski tərəfindən 1898-1900-cu illərdə inşa olunmuşdu. 1906-cı ildə Həsən bəy Zardabi və Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirilir və burada təkliflər irəli sürülür ki, icbari ibtidai təhsilə keçirilsin, təhsil ana dilində aparılsın və hamının pulsuz təhsil alması prinsipi əsasında proqram qəbul olunur və bu proqramın müddəaları isə Azərbaycanda məktəb şəbəkəsinin genişləndirilməsi, qadın təhsilinin inkişafı, milli dilin Azərbaycan türkçəsinin, yəni öyrənilməsinin icbariliyi və müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması kimi qeyd olunur. Əlavə olaraq təxirə salınmaz ən mühüm vəzifə milli dili tədris edəcək ixtisaslı müəllimlərin hazırlanması idi. 1912-ci ildə məktəb əsasnaməsinə əsasən şəhər məktəbləri əsasında 4 illik yeni məktəblər yaradılır. 1914-cü ildə Gəncədə, 1916-cı ildə isə Bakıda müəllimlər seminarisi fəaliyyət göstərməyə başlayır. 1918-ci ildə Firidun bəy Köçərlinin təşəbbüsü ilə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazax rayonuna köçür. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə sentyabr ayında Bakı Dövlət Universiteti təsis olunur. 1923-cü ildə Nəriman Nərimanovdan sonra Azərbaycan SSR Xalq Komissarları Sovetində sədr olan və Azərbaycan kommunistlərindən olan, Azərbaycanın müvəqqəti hökumətinin yaradıcılarından biri olan Qəzənfər Musabəyevin rəhbərliyi ilə Azərbaycan Savadsızlıqla Mübarizə Komitəsi yaradılır və onun gördüyü bir sıra işlər sayəsində 1920-30-cu illərdə Bakı Dövlət Universitetinin əsasında Bakıda Politexnik İnstitutu, Pedaqoji İnstitutu, Tibb İnstitutu, Gəncədə Kənd Təsərrüfatı İnstitutu fəaliyyət göstərməyə başlayır və bir sıra qərarlar qəbul olunur ki, Azərbaycanda Azərbaycan dili icbari şəkildə tədris olunsun. Musabəyevin rəhbərliyi ilə görülən işlər sayəsində 1939-cu ildə artıq Azərbaycanda savadlıq səviyyəsi 74% təşkil edirdi. Qeyd edim ki, Qəzənfər Musabəyev 1936-cı il repressiya qurbanıdır.
1946-cı ildə Cənubi Azərbaycanda Təbrizdə Təbriz Universiteti təsis olunur. 1940-50-ci illərdə isə Naxçıvan Pedaqoji İnstitutu, Xankəndi, yəni Stepanakert Pedaqoji İnstitutu, Teatr İnstitutu, Xarici Dillər İnstitutu fəaliyyət göstərir. 1959-cu ildə Azərbaycanda icbari 8 illiyə keçirilir və həmin ildə də Azərbaycanda fəaliyyət göstərən bütün rus məktəblərində Azərbaycan dilinin icbari şəkildə tədris olunması qərarı qəbul olunur. 1966-cı ildə Azərbaycanda icbari 10 illiyə keçirilir. Və son olaraq da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda milli hərbi kadrların yetişdirilməsi və SSR ali hərbi məktəblərinə Azərbaycanda gənclərin daxil olmasını təmin etmək məqsədilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış orta hərbi məktəb açılır. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Əgər bəyəndinizsə, bəyənib takip etməyi, yorum yazmağı, qayd etməyi və paylaşmağı unutmasanız çox sevinərəm. Çox sağ olun, buyurun.